Realdasınız. Biz sizə Mingəçevirdən xəbər veririk. Prezident Kuboku 2026 beynəlxalq avar çəkmə reqatası artıq başa çatdı. Maraqlı mübarizə ilə yadda qalan son gündə artıq komandamız 4 medalla yarışı son gününü başa vurdu. Ümumilikdə isə 9 medal əldə etdik. Azərbaycan millisinin heyətindən 2 nəfərlik kayaq qayığında 200 metr məsafədə Tənqid Giyanadze, Giyas Əhmədov qızıl mükafat əldə etdi. Niyaz Məlikov, İvan Vabranski gümüş əldə etdi. Bürünclər isə 2 nəfərlik kayaq qayığında 1000 metr məsafədə Sənan Cəfərzadə və Tahir Mövsümov bürünc medal əldə etdi. Azər İlyasov, Turan Məmmədzadə cütü isə 1500 metr məsafədə avar çəkmə qayığında bürünc mükafata layiq görüldü. Artıq komandamızın hesabında ümumilikdə 9 mükafat oldu. Bununla komandamız yarışı başa vurdu. Eyni zamanda ümumi lider Heydər Əliyevin anadan olmasının il dönümünə həsr edilən yarış bununla başa çatdı. Bizim bu saata çatdıracaqlarımız bunlar idi. Siz isə Realı izləməyə davam edin.